sosial verilişlər bizdə əslində bu formada kütlənin təzyiqi ilə, yaxud da sosial şəbəkələrdə insanların təzyiqi ilə bağlanmamalıdır. Onun biraz maarifçilik yönünü artırmaq lazım idi. Əslində onu saxlamaq lazımdır. Amma biraz maarifçilik istiqamətini gücləndirmək lazımdır ki, insanlar həm hara müraciət eləyəcəyini bilsinlər, həm də insanlar biraz həyat yolunu müəyyən eləyəndə doğru alternativləri tapa bilsinlər. Məsələn, deyək ki, doğru alternativ tapa bilməyən insan, deyək ki, mütləq hansısa bir şəkildə evdə kompromis tapa bilməyəcək, yaxud da vaxtında oxumayan insan ali təhsil ala bilməyəcək, deyək ki, ailə həyatı quranda da müstəqil şəkildə özünü həyatda tutma imkanına sahib olmayacaq. Bizim qadınların böyük əksəriyyəti məhz bu vəziyyətdədir və xüsusilə də regionda olan qadınlar, yaxud da regiondan olub şəhərləşə bilməyən, əyalətdən gəlib Bakıda yaşayan xeyli qadınlarımız var ki, təhsil yox, dünya görüş yox, amma bu həyatın ağırlıqlarına tab gətirməlidir. Yanında 2 uşağı, 3 uşağı yaşatmalıdır. Yaşatmaq üçün bunun başqa bir demək, dünya görüşündən doğan alternativ seçimi yoxdur. Və bunlar hamısı ciddi bir problemlərdir. Ona görə də bunu yolunu biz sadəcə sosial şəbəkələrdə hansısa bir şəkildə məhdudlaşmaqla, yaxud da verilişi ləğv eləməklə çözə bilməyəcək. Verilişin həm də alternativi olmalıdır. Alternativ nədir? Məsələn, deyək ki, əvvəlki vaxtlarda biz də olmuşuq. Düşüncə verilişləridir. Qoy onun auditoriyası az olsun, qoy onun reklamı az olsun. Amma heç olmasa ona baxan bir yüzlərlə adam da nəyisə yaxşı mənada anlayış olaraq qəbul eləyəcək. Bu da xeyirdir. Bu da bir maarifçiliyin növüdür. Amma biz alternativ verilişləri də müəyyən dərəcədə bazara çıxarmırıq. Eyni zamanda kütlənin marağında olan, izlədiyi verilişlərdə də maarifçilik xəttini tələb eləmirik. Bütövlükdə verilişi dayandırırıq, insanı öz evinə, öz içinə qapadırıq. Bu daha təhlükəli bir mühitin formalaşmasına gətirir.